Çörək yeməzsə qarnı doymayacağını düşünürsünüzsə yanılırsınız. Belə ki, dəyərli valideynlər, çörək, yəni xüsusilə də əla növ undan hazırlanmış çörək uşaq üçün boş karbohidrat və gluten yükündən başqa bir şey deyil. Yəni evladınız çörək yemədən də onun qarnı doya bilər. Uşağın orqanizmasının ən çox ehtiyacı olan qida protein olduğuna görə çalışın evladınızı çörəkdən çox proteinlə zəngin olan qidalarla qidalandırasınız. Bu qidalar ət və ət məhsulları, taxıllar, paxlalılar, lobya, mərci, paxla, soya kimi qidalar və həmçinin bol vitaminli meyvə tərəvəzlər, vitamin A və vitamin A-nın provitamini olan karotenlə zəngin olan tərəvəzlər, yaşıllar və yumurta, hansı ki bu qidalar proteinlə çox zəngindir. Bu qidaların rasionda çox olması daha faydalıdır. Amma çörəyin yerinə tam taxıllı və ya qara undan hazırlanmış çoldar çörəyini tərcih etməniz daha faydalıdır. Amma çalışın ki, ümumiyyətlə 1 yaşa qədər evladınızı çörəklə heç tanış etməyin və yaxud da 1 yaşdan sonra da uşağınızı illa da çörək yeməyə məcbur etməyin. Mövzu haqqında ətraflı məlumat və əlaqə üçün 055 703 27 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.